biz əslində bu kapitalist cəmiyyətində sahibkarlığın inkişafı məsələsinə biraz daha ciddi yanaşsaq, bu problemlərin çoxu özlüyündən həll olacaqdır. Yəni sahibkar bazarda öz mövqeyini möhkəmlətmək üçün mütləq həm lazım tələbata uyğun olaraq tikinti binalar tikəcəklər və orada da insanların qiyməti elə şəkildə eləyəcək ki, satılsın ki, yeni bir perspektivdə öz biznesini davam etdirsin. Bunu bir çox ölkələrdə təcrübədən keçmiş bir vəziyyətdir. İndi biz sahibkara da o krediti verə bilmirik. Yəni ona görə də biz bu ipoteka məsələsinə ciddi yanaşmalıyıq və çox sayda insanlar məhz evlənə bilmir, məhz bu səbəbə görə. Çox sayda insanların həm də biraz da zamanı keçidəndən sonra artıq onun ailə qurmaq istəyi də fərqli olur. Və bu, həm də ki, məsələn, bunu qadınlar üçün biraz əlçatan eləmək lazımdır ki, bir çox qadınlar, məsələn, ən böyük arzusu özünün müstəqil evinin olmasıdır. Demək, həyat yoldaşı da yoxsul oldusa, özü də yoxsul oldusa, bu kiminsə, demək, himayəsində yaşamalıdır. Bu himayədə yaşamaq özü də insan şəxsiyyəti üçün ağır bir sürəçdir, ağır bir prosesdir və o baxımdan da biz bu kredit şərtlərini birinci növbədə qaydaya salmalıyıq. İmkan verməliyik ki, hələ bank olmayan kredit təşkilatları öz istədiyi faizlə kredit verir. Biz yaratmışıq alternativlər ki, heç olmasa oradan müəyyən dərəcədə rahatlıq lazım. Faizlər orada daha çox, demək, dövlətin pay sahibi olduğu banklardan daha yüksək səviyyədədir.